İmam Hadi əleyhissalamın buyurduğu bir dənə ziyarətnamə var. Cami-i Kəbirə ziyarətnaməsi. Hətta deyirlər ki, bu Cami-i Kəbirə ziyarətnaməsi Əhl-i Beytin kimliyidir. Əhl-i Beyti tanımaq istəyirsənsə, o Cami-i Kəbirə ziyarətnaməsini oxu. Hətta bu duada bir xüsusiyyət var ki, hətta deyirlər ki, Ərbəyin günü bu ziyarət oxumağın savabı var. Və bu ziyarətnaməni oxusun, bütün imamları ziyarət eləmiş sayılır. Qısa şəkildə qeyd eləmişəm. Deyir ki, sizdən üz çevirən dindən çıxır. Sizə üz tutan hədəfə çatır. Haqqınızı kiçimsəyən kiçildən məhv olur. Cümləyə baxın. Haqq sizinlədir. Sizdən və sizə yönəlir. Sizi sevən Allaha sevir, sizə qəzəblənən Allaha qəzəblənir. Necə ki, Xanım Zəhra haqqında deyir ki, Xanım Zəhranın, Allah deyir, Xanım Zəhranın qəzəbi ilə qəzəblənir, sevinci ilə sevinir. Ki, yəni bunun da şərhə ehtiyacı var ki, təbii ki, Allah bizi kimi deyir ki, bir xoş xəbər eşidəndə sevinsin. Bunların da mənaları var ki, bəzi əməllər var ki, onları eləyəndə Allah da deyir ki, onu eləsən, sən mənim qəzəbimə tuş gələcəksən. Bəzi işlər var ki, onları eləsən, sən qəzəbə tuş gəlməyəcəksən. Bu mənadadır ki, daha qısa şəkildə dedim, izah edeyim.